Kızlar sizce elədir, düzün deyil. Ama gəlin, əlinizi qoyun vicdanınıza. Məsələn, sən çox istəyirəm. Yox, əlinizi qoyun vicdanınıza, düzün danış. Əlinizi vicdanınıza qoyun, düzün danış. Onda sənə də əllərin vicdanı qoyasınlar da. Nə yazsınlar? Sən də. Ümumiyyətlə, fikirli. Vicdan nədir ki? Demədin vicdan. Yadından çıxdı sənə çatanda. Vicdan. Vicdan nədir? Nədir vicdan? Nədir vicdan? Vicdan nədir? Nədir vicdan? Vicdan nədir? Nədir vicdan? Bir dənə Nahidi də yazaq da, qabağına Nahid yazaq. Prosta bilək ki, kimi deyirsiniz. Ya da Tuzi. Tuzikin fikri. Əlimizi vicdanımıza qoyalım. Bayıq, çox sağ ol. Vicdan nədir? Tuzik yox. Mən niyə həbəs? Nahid yox. Zaman hə. Hə, xalqın gözü tərəzi deyə. Sən buradan bura işimi alda bilmərsən. Nə var adamda da bilmərəm. Öyle söyle ben. Yine baktın tadıma bir şey verdim. Hediye atanlar var olası sizin başından eləm. Amma həqiqətən əslində mən yox. Mən sadəcə çox istəyirəm səmimi insanım. Karşılıklıdır. Görsən mənə də yazırlar, hə yox. Mən onlarda incimirəm. Çünki onlar mənim ürəyi bilir. Onlar bizim hamımızın ürəyidir. Mən fikir vermirəm kütlüyə. Bir də görsən mənə ağzına gələn əsəbləşib deyirlər. Kül başlar, qürursuz. Mən fikir vermirəm. Qurursuz səhv deyil ama kül başını düzeyirlər. Yaxşı bax. Gör nəsə ilişib zad eləməyib arxamda. Baxdım belə boyuma boxuma. Gülə sevirəm amma bizə gəl. Sən də sağ ol. Bu nə qəribatdır ya, ay qardaş. Bu da məbləğ limonatda mən. Vay, limonat. Bak, limonat da hiç olmaz. Buyurun xanım, buyurun. Görsən, eşşəkdir də. Eşşəkdir. İnşallah sizce bir gün düz elədim, gül aldım. Arada gül də görsət də. Görsət də. Sən oturmuşsan görsəm, mən neyim? Görsət də, yaxşı hərəkətlər mən arada görsət. Qoydular, bu görsün. Qaynaqdır, taxma almışdır. Aa, nə qəşəng qaldı. Qəşəng iyi var amma. Hala yaxşı bilgiləri. Pis sənin başı, küs sənin qız başı. Axıl, öl. Alanın yoxdur gül, hə? Ölmüsən evdə qaralmısan, alanın yoxdur, hə? Tüklənirsən gündən günə, hə? Alanın yoxdur. Tüklənirsən gündən günə, hə? Öl. Yaxında bir dənə gül almağın, heç kim sənə gül almayıb, hə? Öl evdə iyilənmiş. Xəstəlik onda çatmır. İyilənmiş. Elə demə qıza. Qıza, qız idi o. Qıza dedim mən o sözü. Ay xanım, üzümlü sayın məni, neçə yaşınız var? Aldım qız öyle söz deyir. Hə? Ayıb olsun sən şuna sürüm. Ay xanım, neçə yaşınız? Subay, siz evli. Bakıda yaşayırsınız yoxsa rayonda? Elə niyə eləyirsən? Elə bilir ki, bu Limoy qızı burada danışır. Mən. Sən mənim zövqümdə deyirsən də. Biri burada mənə yaraşıqlı deyə yazanda yotmaq istəyirsən, o qızı sən. Valla deyir ki, yazsınlar da. Onlar mənim ürəklərim. Yenə gəldin. Neyini mağdurdur, mayna, dəlim yorulur axı. Bəhanə axtarırsan mənə Allah qəlim yorulur. Bəhanə axtarırsan mənə dəymək üçün. Ama bunu telefona tərəfə yazıları oxumaq istəyirəm axı. Gətir yaxına qoy, gör necə səndən uzaq oturam. Eyləm, görsün, söz eləyir Allah'ım. Bir baxımda nə olar, yazıları oxu ya. Görmüyor. Bu böyle manzan. Karşı tutuyor, sohbet edelim.
Bir cuma neçəsidir ya? Ne oldu? Neçəsidir? Ne oldu? Neçəsidir büyük? 15 lira. Ne oldu? Ne oldu? Doğrudan bir şey değil. Ne oldu? De Allah hakkı. Ha, 3 gündən sonra toy deyil. Kim senin başına? Bir tatonu yazırlar da. Tutma tutmuş. Kız, mən özümə təzə sarışqa şalvar almalıyam. Hardan almalıyam? Qarala. Hardan almalıyam? Gidin oradan. Bir çəkirsən, gəlsən Pendir gedib. satırlar bir tarafta. Gel oradan al. Pendir satılan yerdə. Yaxşı satqı var. Kətan olsun. Ha. Kətan şalvar, kətan Var var. qara. Ha. Seysen sen de çatır. Git şehirden al da paltar yerinden. Hə, bunu kim yazır? Necə kim yazır? İkimiz gedirik, düzdür. Sən ayrı yazsan Bir mənə. tane köy atacağım. Sen de bir köy atarsın. Göy nədir? 200 var. Mən 200 toy yazdım. Bunu gidin. Bu ad günü alacaq, ad günü 300 manat yazdım. Ne yapalım diyorum. Ben gücüm ortadır. Toya 500 yazdırarım. Sen. Sen ha. Allah, onu bilirəm ki, mənim toyuna gəlib qaytaracaq, ona görə yazıram. Benim toyum olmadığına göre ben kaytarmayacağım. Onu söylemem. Aile toyuna da azıcık kalacak. Eğlenmek için getirəm ben. Yox, yox. Ay bala ne toydu? 200 manat atmalıyım da. Yox, sən 200 al lan, 500 atar. 200 azdır. 200 azdır ki. Mən toya 200 yazdım. Bir sən nə yazdırmıram? Mən Səcə çıxıb bu toylara 500 yazdırma. Bu da səcə çıxdı. Mən 500 ya da 1000 yazdırıram belə. Ya 500 ya 1000 toya. Benim gücüm 200'e çıxır. Yox, sənə görə demirəm. Gücdən getməyəcək. Toy onsuz gəlib qaytaracaq mənə də, ona görə yazdırıram. Qaytarmasaydı, hə, Ama ben evləm, ələ getmedi ben mənə qaytarmayacaq. Ailenin də toyu illər sonra olacaq. Bana kimi azıq olacaq. Mən əylənmək üçün gedirəm. hə, yox, mən ümumiyyətcə baş şeyə görə. Mən evlənməsəydim məsələn, üçün toyum olmasaydı, mən 50 manat yazdırardım. 50 manat, 30 manat.